Qafilə yol alıb Bəqiyə doğru. Gecəni zülmətə bürüyüb bu qəm səfəri. Ağır-ağır yeriyir Həzrət Əli. Peyğəmbər qızının dərdi ürəyində, tabutu da çiynində. Qəhər boğazına düyün olub, kədər ayağına. Torpağın atası torpağın üstündə qərar tuta bilmir bu gecə. Gedir Əlinin sirdaşı, munisi. Gedir Peyğəmbər qəlbinin reyhanəsi. Gedir Peyğəmbərin bənzəri. Gedir xanımların seyyidəsi. Gedir vilayətin keşikçisi. Gedir yoxsulların, qəriblərin ümid qapısının sahibəsi. Gedir ümmətin qayğıkeş anası. Gedir Həsənin, Hüseynin anası. Xanım Fatimə bu gecə Əlinin evindən qəbr evinə köçür. Bu gecədən başlayır Əlinin hüznə yama. Bu gecədən başlayır Zeynəbin qəribliyi. Bu gecədən başlayır Həsənin kimsəsizliyi. Bu gecədən başlayır Hüseynin məzlumiyyəti. Bu gecə dəfn olunur cənnət cavanlarının anası. Bu gecə süzülür Kövsər torpağa qapı divar arasından. Bu həmin tabutdur ki, Mədinədə ox ateşinə tutuldu. Bu həmin qafilədir ki, Şamın xarabalıqlarına qədər uzandı. Bu o qəbirdir ki, dönüş vaxtı bilinməyənin qaydışına dək yeri bilinməyəcək.